Bayaqlar taksi ilə bazara düşürəm və taksi sürücüsü deyir ki, xanım, evdən geç çıxmısınız. Bu vaxtda sizin istədiyiniz piştaxtalar bağlı olacaq. İstəyirsiniz, mən sizi başqa yerə aparım. Orada istədiyinizi 100% tapacaqsınız. Mən onun niyyətinə şübhə etmirəm. Amma sözümün canı nədir? Mən istədim ki, gedim. Dedim ki, yox, yenə də sürün bazara. Gedək baxaq. Dedi, hə, ürəyiniz rahat olsun deyə. Gəlin gedək baxaq. Getdik və doğrudan da həmin piştaxta açıq idi. Amma biraz da gec getsəydim, ora həqiqətən bağlı olacaqdı. Yəni düz deyirdi. Sən demə səhərlər işləyirlər. Sözümün canı odur ki, həyatda çalışın. Səhvdə sizin səhviniz olsun. Düz də sizin düzünüz olsun. Həyatda kimlərinsə qərarları ilə yaşamayın. Bəli, biz özümüzdən böyükləri dinləyirik. Daha təcrübəli, daha savadlı insanları dinləyirik ki, onların həyat təcrübələrindən müəyyən nümunələr özümüzə götürək. Bu çox normal praktikadır və ağıllı bütün insanlar bunu edər. Amma bunu hər addım başı etməyin. Bunu hər zaman etməyin və özünüz qərar verin. Hansı məqamda siz öz instinktinizə, öz duyğularınıza etibar etməlisiniz? Hansı məqamda isə daha çox kimlərinsə təcrübəsinə əsaslanmalısınız. Məsələn, mən xatırlayıram yeniyetməlik və daha gənc dövrümü və o zaman üçün çox önəmli olan mənim üçün qərarların hamısında ailəmlə fikrim üst-üstə düşmürdü. Və mən öz bildiyimi edirdim. İnanın, heç bir o qərarımda yanılmamışam. Hamısında sevinmişəm. Yəni, hamısının sonu istədiyim kimi bitib. Təbii ki, əksi də ola bilərdi və bu mənim üçün dərs olardı. Amma demək istədiyim odur ki, siz özünüz qərar verin ki, həyatın hansı məqamında kimlərisə dinləməyə dəyər, həyatın hansı məqamında, hansı qərarlarda isə öz bildiyinizi etməlisiniz. Məsələn, əgər ev təmir edirsinizsə, hansı materialdan istifadə edəcəyinizi təbii ki, evi təmir edən, usta olan insanlar daha yaxşı bilər. Amma bəzi məqamlar var ki, onlar şəxsi qərarlardır, şəxsi planlardır. Həmin məqamlarda özünüzə etibar edin. Çox güman ki, yanılmayacaqsınız.